Milli Məclisin iclasında çıxış edən deputat tənzili Rüstəmxanlı 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə təbriklərini çatdırıb. Today Press TV müsabata istinadla xəbər verir ki, daha sonra o, başda Ulu Öndər Heydər Əliyev olmaqla Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb. O bildirib ki, onların xidmətlərini unutmaq olmaz. Ardınca komitə sədri Siyavuş Novruzov çıxışa yazılaraq xanım həmkarının fikirlərinə reaksiya verib. Deputat bildirib ki, o zaman Azərbaycanın müstəqilliyinə Ali Sovetin üzvü olan 350 nəfərdən 271 nəfər səs verib. İclasa Ziyad Səmədzadə sədrlik edib. Siyavuş Novruzov həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladı. Stat: Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib. Statın sonu. Çıxışlarda bəzi nöqsanlar olur. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni danışacağam deyə spiker Sahibə Qafarova reaksiyasında bildirib. Növbəti məsələlərin müzakirəsi zamanı söz alan tənzilər Rüstəmxanlı yenidən bu mövzuya qayıdıb. Stat: Sahibə xanım, mənim sizə çox böyük hörmətim var. Amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci il 7 mart iclası SSR-nin bərpası edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi. Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. Mən bu prosesin içində idim. Qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı. Statın sonu. Siyavuş Novruzov növbəti dəfə söz istəsə də, spiker Sahibə Qafarova çıxışa ehtiyac görməyib və bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib. Türkan İskəndərli, Today Press TV.